Hər kəsə salamlar, kanalıma xoş gəlmişsiniz. Mən Cavidan. Bugün sizlərə YouTube-da 90 gün gözləmədən necə kanal adınızı dəyişdirərsiniz, dəyişdirə bilərsiniz, onu göstərəcəm. İlk öncəliklə dəyişmədiyindən əmin olaq. Yəni, bilək ki, dəyişmir. Buradan X vuraq. Gördüyünüz kimi AZD adım indi. Məsələn, belə qoyaq. Belə. Tamam deyək. Gördüyünüz kimi çox yaxın zamanda dəyişdirildi. Bunu necə gedərmək olar, onu göstərəcəm. Yəni, gözləmədən necə dəyişdirmək olar, onu göstərəcəm. Siz də zəhmətimə qarşılıq videoya bir like atsanız sevinərəm. İndi isə istəyirsinizsə başlayaq. İlk öncəliklə bilgilərinizə gəldikdən sonra sağda üstdə Google uygulamalar deyə bir yer var. Ora vurun. Sonra isə aşağıda Google Plus var. Google Plus'a gedin. Google Plus belə bir şey gələcək. Sol tərəfdən aşağılarda 3-cü ayarlar qismına gedək. Və buralara heç baxmadan ən aşağıya gələk. Və ən aşağıda gördüyünüz kimi hesab burada Google Plus profilinizi silin. Bəli, silinə vurun, ora tıklayın və şifrənizi girin. Mən girdim, sonrası iləri. Bəli, sizə də bura gələcək. Burada aşağı gəlin və ikinciyə vurun. Evet, belə. Sildiyin sonra bir dəqiqə gözləyin. Və bura gələcəksiniz dostlar. Bəli, burada birinci var, ikinci var, üçüncü var. Yəni, belə var. Burada Google Plus yanlarını burada yox. Google'ın kullanım şəklini anlamıyorum. Bura vurun və aşağıya gəlib göndərdiyin. Sonra isə bir tık arxaya qaydaq. Gördüyünüz kimi burada profil oluşturulacaq. Burada istədiyiniz adı yaza bilərsiniz. Mən kanalımın adını TV Deja Vu qoyacaqdım. Bəli, Temmuzu Ocaq eləyək. Bunu da 13 eləyək. Burada bunu seçək və profil oluşturulur. Və kaydet. Və artıq istəyirsinizsə Google Plus'tan çıxa bilərsiniz. Yəni, artıq çıxa bilərsiniz. Burada da ana sayfa. İstərsinizsə baxa bilərsiniz. Profil TV Deja Vu olduğu kimi qalır. Gördüyünüz kimi sağ üst köşədən də buradan da TV Deja Vu olaraq qalır. Gördüyünüz kimi. İndi isə Google Plus'tan çıxaq və YouTube'a gedək. Və buradan kanalımdan inanmıram həmin dəqiqə dəyişsin. Amma gördüyünüz kimi dəyişib. AZ idi əvvəl. İndi isə TV Deja Vu olub. Gördüyünüz kimi işimizə yaradı. Yəni 90 gün gözləmədən kanalınızın adını dəyişə bilirsiniz. Bunu da mən sizə öyrətdim. Əgər işinizə yaradısa, güman edirəm işinizə yarayır. İşinizə yaradısa bir like'ınızı əsirgəməyin və gələcək videolarda görüşənədək. Sağ olun, salamat qalın.